Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və söz açışını parafladıqdan sonra 2 ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar. İki ölkənin liderləri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlət Birliyi və Misirdə Yaxın Şərq söz samitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da buna qarşı arqumentləri yoxdur. Çünki bu görüşlər Ermənistanın maraqlarına ziddir kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar, o vurğulayıb.